Bu video çox böyük səs-küyə səbəb oldu. Xalatda marketdən çıxır bir nəfər kişi. Hamı üçün maraqlıydı ki, bu kimdir? Mənim özümə dedim, görüm, həyat yoldaşı bu kişini gördükdən sonra ona demədimmi ki, mənim gözəl həyat yoldaşım, sən niyə xalatla marketə girmisən və yaxud da ki, anası, bacısı falan, digərləri düşündüm, niyə iradlarını bildirmirlər. Amma məlum oldu. Bakıda bir turistin hamam xalatı ilə marketə girməsi marağa səbəb olub. Demək, bu bizimki deyilmiş. Təbii ki, istinad edirəm ölkə.az-a. Təbii ki, bu lentə alınıb, ölkə.az-a yönəldiblər videonu ya da bilmirəm. Mən xəbəri ölkə.az-dan götürəm. Məlumata görə görüntülər paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində qeydə alınıb. Turistin rahat geyim tərzində ərazidə olanların diqqətini çəkib və hadisə sosial şəbəkələrdə müzakirə yaradıb. Sözü gedən video bəli yayılıb, insanlar, bəzi insanlar da təbii ki, öz fikirlərini yazıb. Mənim yadıma gəlir ki, bizim binada Pakistanlılar, hindilər qalırdı. Onlar paltar sərəndə, bir də gördünüz, düşürdülər həyətə. Bellərində belə bağlayırdılar, belə, heç yubka kimi də belə görünürdü. Bizdə söz-söhbət yarandı, bəzi qadınlar var, onlar təbii ki, etirazını bildirdi ki, bu geyimdə uşaqlar görür, yaşlılar görür, digərlər. Onların milli paltarlarıdır o, geçsinlər Pakistanda, Hindistanda geyinsinlər. Yəni, qadınlarımız konkret olaraq fikir söylədilər burada. Yox, geçsinlər öz məmləkətlərində, bax, məhz bu geyimdən gəzsinlər.